Siz mənə indi dediniz ha. Siz mənə dedikləriniz amma az idi. Çox belə, yəni sıfırdan, yəni çox az idi. Bu az idi deyənə az dediniz, yoxsa az məlumat aldınız? Yox, bunu indi burada az deyirik. Bunu daha çox 1 saatlıq seansda daha çox oxuma eləyə bilərik. Yəni Və ya təlimlər anında full hər şeyi görə bilərik. Hətta keçmiş həyata qədər. Keçmiş həyatımıza qədər. Yəni ruhumun bundan öncəki həyatına qədər. Bəli. Bundan öncəki həyat, uşaqlıq, reinkarnasiya anı, indiki an, gələcək oxuması, xəstəliklərin şəfalandırması. Murad bəy, ruhumun bundan öncə yaşadıqlarının mənim indiki həyatıma nə kimi təzahürü var? Mən bildim onu, mən nə edəcəm? Aydındır. Nəyimə lazımdır? Ruhun bundan öncə yaşadıkları bizim ruhsal səviyyəmiz var. Bu necə bir şeydir? Demək, insanın 4 inanc səviyyəsi vardı, sistemi vardı. Birinci özmənlik səviyyəsidir. Özmənlik səviyyəsi bax bu alnımızdır. Alın yazısı deyirlər. Bu özmənlik səviyyəsi adlanır. Burada beynin bu hissəsində 0-6 yaşda bu həyatda aldığın inanclar tutulur. Bizim genetik səviyyədə inanclarımız var. Bu beynin sağ tərəfindədir. Bax burada, pən ortada. Burada genetik səviyyədən aldığımız inanclardır. Yəni ulu babanın inancları, ulu atanın inancları, anadan gələn inanclar, genetik kodlarla ötürülən inanclar. Bizim ruhsal səviyyədə inanclarımız var. O qəlbdir, qəlb çakranın üstü. Bir də bizim keçmiş səviyyədən aldığımız inanclar var. Bax bu iki çiyinlər, aura. Bu adlanır keçmiş səviyyə. Ruhsal səviyyədən aldığınız inanclar, bu misal deyirsə bunun nə kömək olacaq? Bir qızdır. Bu qız atası anası əladır. Çox gözəl ailədirlər. Hər şey superdir. Bu qız heç vaxt evlənə bilmir. Evlilik qorxusu var. Bu həyatda da, yəni evliliklə bağlı heç bir problem yaşamayıb da. Yəni nə xəyanət görüb, hər şey əladır. Bu qızın şuur altında evliliklə problem yoxdur. Ana atada yoxdur. Öz gözəlliyində, ağlında bir problem yoxdur ki, evlənməsin. Hər şey dörtlükdür. Bu qız evlənə bilmir. Biz onu baxırıq ki, bu hansı səviyyədədir? Özmənlik yox. Yəni şuur altı kodlanmayıb, genetik keçməyib, ana atasında elə bir inanc yoxdur. Keçmişdən gəlmir. Bunda ruhsal səviyyədədir. Bu qızın ruhunda qırılma var. Biz buna deyirik qırılmış ruhlar. Detailingdə belə bir sistem var. Qırılmış ruhlar çox maraqlıdır. Baxın, sizə Murad və ya hər hansı biri bir söz deyər, maksimum qəlbin qırılar da. İnsan elə duruma gəlir ki, bəzən onun ruhu qırılır. Bu dünyada ən tragedik şey bir insanın ruhunun qırılmasıdır. Ruh qırılanda insan bilsiz nə olur? İnsan hiss etməz duruma gəlir, çıxır. Hissiyatsız var. Hissiyatsızlaşır, robotlaşır. Bax, bəzi insanlar deyir, mən duyğusuzlaşmışam, soyuqqanlı olmuşam, robotlaşmışam deyir. Onlar bilsən nə olur? Onların ruhu qırılır. Ruhu qırılan adamlar da başlayır hər şey robotik olmağa. Onlar yemək yeyir, dadını bilmir, yaşam eşqləri sönür, həyatdan ləzzət alamırlar. Ya bu dünyada, yəni realda 10 il qabaq, 3 il qabaq ruhu qırıldı, kimsə qırdı. Ya da ki bundan öncəki həyatda ruhu qırılıb. Bu qızın əvvəldən evliliklə bağlı ruh qırılması var. Orada travma alıb da digər həyatda. İndi burada öz əksini tapır. Biz onun ruhunu şifalandırırıq. Necə? Yəni proses belə olur. Var olan hər şeyin yaradanının huzuruna çıxırıq 7-ci səviyyəyə. Allahdan da, yəni Allahdan şəfa enerjisini həmin insanın ruhunun yenidən yaradılması üçün göndərməyini niyyət edirik. Sonra bunu müşahidə edirik. Yəni təlimçi və ya uyğulayıcı mən, seans alan o. Bu ruhu orada yenidən yaradılanda, bu prosesdə artıq onun ruhu düzəlir, sağalır, şəffaflaşır. Bu düzəlib sağalmada onun həyat eşqi, ağız dadı, iyi bilməsi, yaşamı, sevgisi qayıdır. Adam var deyir, mən sevəmirəm. Sevə bilməyən adam ruhu qırılmış adamdır. Əslində o yazıq adamdır, o kömək olunmalıdır ona.